Sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir? O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman eləyirdim ki, sən də bu yolun yolcusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür. Mənə zülm edirsən. Mən sənə çox demişdim. Mənə çox şey irad tutmaq olardı. Çünki mən Tululda zeytun yağı satan bir kişinin oğluydum. Amma sən Babəkir oğluydun. Mənim ölümüm mənim üçün son silahdır. Bu silah dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır.